Qafqaz müsəlmanları Qazılar Şurası tərəfindən İrəvan qazılığının bərpa edilməsi Qərbi Azərbaycana qayıdış yolunda mühüm addımdır. Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu Today Press TV-yə danışarkən deyib. O, Qərbi Azərbaycan coğrafiyasında Azərbaycan xalqının yaratdığı zəngin İslam dini abidələrinə diqqət çəkib. Stat: Müsəlman dininin daşıyıcıları olaraq Azərbaycanlılar Qərbi Azərbaycan torpaqlarında İrəvan başda olmaqla digər bütün ərazilərdə tarixən həmişə özlərinin dini abidələrini yaradıb və öz inanclarına uyğun olaraq ibadətlər həyata keçiriblər. Çox təəssüf ki, 1988-1991-ci illərdə Azərbaycan xalqı öz tarixi torpaqları olan İrəvandan məcburi deportasiya və etnik təmizlənmə siyasətinə məruz qaldıqdan sonra burada yaradılmış dini abidələrimiz başsız qalıb. Mədrəsələrimiz, məscidlərimiz dağıdılıb. Şübhəsiz ki, Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı kontekstində bu məsələ çox aktualdır. Nəticə etibarilə inancsız xalq mümkün deyil. Öz tarixi torpaqlarında əcdadlarının inancını sürdürmək üçün imkanlar əldə etməlidirlər. Statın sonu. Deputat 1918-ci ildə Osmanlı və Ararat Respublikası arasında imzalanan sənədi xatırladıb. Stat: Hələ 1918-ci il iyul ayında Osmanlı ilə o zamanki Ararat Respublikası arasında imzalanmış sənədə görə Ermənistan ərazisində yaşayan müsəlmanların hüquqlarının qorunması, ibadət yerlərinə sərbəst gediş-gəlişin təmin olunması və hətta neçə vaxt azan verib namaz qılmalarına qədər o zamanki Ermənistan dövləti özlərinə öhdəlik götürüb. Çox təəssüf ki, bugün onların heç biri artıq yoxdur. Amma böyük ümid, perspektiv var. Bu baxımdan İrəvan qazılığının bərpası mühüm əhəmiyyət kəsb edir. Statın sonu. Qeyd edək ki, mayın 22-sində Qafqaz Müsəlmanları İdarəsində İrəvan qazılığı ilə bağlı əsasnamə qəbul olunub. İrəvan qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Bəxtiyar Nəcəfov isə səsvermə nəticəsində İrəvan qazisi seçilib. Qiymət Mahir, Namiq Abbasov, Today Press TV.